Seda Sayan. Seda Sayan 7 dəfərdə olub da. Bir belə başlıq qoyublar. Bəyin atasının at paltarını biz almalıyıq. Türkiyənin də qəribə qanunları var. Boşanma onlarda nə qədər sərtdir. Kişi qadından, qadın kişidən boşananda, biri boşanmayanda digəri nə vəziyyətə düşür. Biri boşanır, digəri boşanmaq istəyir. Bir-birlərindən nələr tələb edirlər. Evlər, pullar, ay, bizdə nə var gedirlər. Necə asan nikaha düşüblər, eləcə də asanca ayrılırlar. Hələ arada deyir, bəzi xidmət haqqları olur da 200 manata yaxın olur. Onu bizdə deyirlər, bu niyə görə biz ödəməliyik, böyük puldur falan. Proqramda Seda Sayan toy xərcləri ilə bağlı bəzi fikirlər səsləndirir. Bu da sosial şəbəkədə aləmi vurub bir-birinə. Təbii ki, toy mərasimlərindən danışıb da. Deyib ki, həddən artıq baha başa gəlir, toy xərcləri, cütlüklərə bəzi tövsiyələr olub. Deyib Seda Sayan deyib, toy işlərindən vaz keçin. Xərci çoxdur, istərik heç kimi razı sala bilmirsiniz. Sadəcə nikah edin. Dəvətnaməyə də İvan yazın. İban yazın. İstəyən pulunu ora göndərsin, sözlərlə diqqət çəkir. Yəni ki, doğrudan da dəvətnaməyə o deməkdir ki, yəni pulu yəqin ki, şeydir də, kartın paroludur da. Müğənninin xüsusilə toy adətləri ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Bəyin atasının at paltarını niyə biz almalıyıq? Mən onun başmağından nə deyərək bəzi ənənələri tənqid edib. Onlar da doğrudan bizimlə müqayisədə çox dəhşətli. Qızı demək olar satırlar. Demək evdə 4 qardaşdır, 5 qardaşdır, bir bacı var da. Heç birisi evlənə bilmir. Çünki onlar dalan qıza kimi ki almayacaqlar, evlənməyəcəklər. O qarşı tərəfə küllü miqdarda pulu ödəməlidir. Bu qardaşlar oturur gözləyir ki, bacısı nə vaxt ərə gedəcək. Ona görə də hər adama bacılarını vermirlər. Elə adam. Ondan onu satanda aldıqları o para var, ona evlənə bilsinlər. Yəni bizdə maşallah namıqda nə var? Bir dənə üzük taxır, bir dənə o küpə taxır, bir dənə spoçka taxır, hə belə qutardı getdi. Arada da anıya bir 100 manat, 200 manat süd pulu verirlər halalıq üçün. Bizdə çox asandır hər şey. Təbii ki, deyib ki, toy xərcləri ağırdır, ağır yükə çevrilib. Ona görə də dəvətnamə falan yazın, qutarıb geçsin. Düz deyir də, burada onlarda var da, yəni qaynatanım at tumanından mənə, başmağından mənə gedib öz-özünə ağzına. Mən niyə qaynatama başmaq almalıyam, at tumanı almalıyam, digər nələr. Amma Seda Sayan deyir, yenə də deyirəm, bizimlə onlarda müqayisə edəndə belə yerlə göy fərq var. Bizdə çox asandır, evlənməkdə boşanmaq. Ona görə boşanmaları bizdə gedir, həmən də 3 ay vaxt verirəm. Gəlir ki, yox biz yola gedə bilmədik, biz birbirimizi anlamadıq, anlaşma olmadı, bizi boşa, həmən də boşayırlar. Bizimlə onlarda çox böyük fərq var.